Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu gün dəyərli izləyicilərimiz üçün bir o qədər də dəyərli olan bitkimiz haqqında məlumat verməyə çalışacağam. Bugünkü bitkimiz elmi adı hibiskus olan Kitayska roza, digər bir adı ilə Məkkə gülü, digər bir adı ilə gül xətmi gülü, Kitayska roza. Bir çox adlar, hər yerdə bir çox adları olan məşhur, Azərbaycanda isə Kitayska roza adı ilə məşhur olan bu bitki haqqında danışacağam. Bu bitki sırf öz gözəlliyi bir kənara qoysaq, öz gözəlliyi ilə zaten insanları valehləyən bir güldür. Həmişə yaşıl olan bir bitkidir. Çiçəyi daimi demək olar ki, üzərində olan bir bitkidir. Yetişdirilməsi çox sadədir və bol-bol oksigen verməsidir var və qulluğun normal edəndə insan boyundan daha yüksək bir boya çatır. 2 metr, 3 metr boyda olan bir bitkidir. Və çox gözəl, yəni necə deyim, özünə məxsus bir qoxusu var, özünə məxsus saxlayanlar bunu bilir, necə gözəl bir bitki olduğu. Qulluğunun da sadə olması bu bitkinin gözəlliyinə daha bir gözəllik qatır. Bu bitkimiz bol-bol C vitamini və dəmir verir, iltihab aparıcıdır. Ümumiyyətlə, təbabətdə xeyrini saymaqla bilməyən bir bitkidir. Sadəcə olaraq bunu həkim məsləhətinə eləməyiniz tövsiyə olunur. Çünki gün ərzində ümumiyyətlə bir stəkandan artıq çayını dəmləyib içmək artıq sizə zərər də edə bilər. Və xroniki xəstəliyi olmayan insanlar üçün problem olmaz. Amma sadəcə olaraq biz bədənimizə o dərəcədə də yaxın tanımadığımızdan ötürü həkim məsləhətinə eləməyimiz daha doğru olardır. Bitkimizin vətəni tropik, subtropik və mülayim iqlimdə yetişən bilən bir bitkidir. Və bu hibiskusun elə növləri var ki, Azərbaycan mühitində, hətta çöldə şəraitində çox külək tutmayan yerdə belə saxlaya bilirik. Bitkimiz rahat üsulla artırılan bir bitkidir. Məsəl üçün, bir budağın, bir dalını kəsdik onun və o formada torfa əkib sadəcə olaraq biraz vakuum effekti yaratmaq daha gözəl olardı ki, bir banka qoyuruq üzərinə və bitkimizi tez-tez sulamaq tövsiyə olunur bu vəziyyətdə. Çünki kökləndirmə sürəci gedir və yaxud da ki, suda kökləndirib o formada əkək, yenə də əkdik, bir el arasında 40 gün deyirlər. Yəni bunun sırf 40 gün, 39 gün bir fərqi yoxdur. Bitkimizin artıq özünü tutduğunu görüb, ondan sonra o vakuumdan, belə deyim, bankadan ayırmaq olar. Bitkimizin artırılması bu qədər sadədir. Bitkimizin günəşli ortamı sevir, kölgəli ortamda zəif inkişaf edəcəkdir. Bitkimiz evdə rütubəti sevən bir bitki olduğu üçün mətbəxdə olmağı daha tövsiyə olunandır. Rütubəti sevdiyi qədər də soyuqda artıq bu bitki 14-15 dərəcədən aşağı temperaturda artıq bitkimiz depressiyaya düşəcəkdir və yarpaqlarını saraldacaqdır. Bu bitki bizim bitkimiz olmadığı üçün bunun yarpaqlarının saraltısını tam olaraq bəlli edə bilməyəcək nəyə görə saralıb. Sadəcə olaraq sağ olsunlar bizə veriblər ki, bu bitkidə bir çeşiddir. Bitkimiz gündən qorxmur. Yenə də əlbəttə ki, istənilən bir bitki kimi daimi olaraq üzərinə günün vurmasını da sevməyəcək, amma digər bitkilərə nisbətən direkt gün almağı sevən bir bitkidir. Bəli, o bol-bol oksigen verir, yaşıllığı ilə insanı valeh edir və fikir verirsinizsə, bu bizim yeni qönçələr var bitkimiz üzərində. Bu bitki, bu cür gül açan bir bitki gülün üzərində bir gün saxlayacaqdır. Amma digər növləri var ki, 6 günəcən, 7 günəcən gülün üzərində saxlaya bilir. Növmə-növ rəngləri var, sarı, bənövşəyi, ağ və yenə deyirəm, insanı, yəni hər bir evdə mən elə gəlir ki, bu bitkinin olması tövsiyə olunan bir bitkilərdən biridir. Həm baxımı rahat, həm belə. Və bitkimizdə baxımından yenə danışdığımız vaxtda mən bir şey də nəzərə çatdırmaq istəyirəm. Çox güman ki, çoxunuzda olub. Bitkimizdə ağ un biti deyilən bir zərərvericilər var. Bitkimizin yarpaqlarına daraşır, çiçəklərin məhv eləyir və bunun qarşısını almaq üçün biz bir neçə metod eləmişik, işə də yarayıb, inşallah sizdə də yarayar. Deməli, 1 litr suya yarı limon sıxıb və onu püskürtmə üsulu ilə ilk olaraq torpağından başlayırıq. Torpaq üzün o püskürtmə eləyirik və o su ilə sulayırıq və sonra isə yarpaqlar, budaqlar yer qalmadığı müddətcə hər yeri həmin şeylə məhlulla püskürtmə üsulundan püskürdürük. İkinci bir üsul isə çayını soda, 1 qaşıq çayını soda 1 litr suya və müəyyən qədər 72%lıq sabunu çörkadan keçirdirik, xırdalayırıq və sonra isə bunu qatışdırıb yenə də onu püskürtmə üsuluna edirik. Bu da qismən qarşısını alacaq. İstifadə edərsiniz. Yenə də gözəl bir bitkimizdir. Bu nazla oynamağa dəyər bir bitkimizdir. Yenə də sizə
xeyirli Ramazanlar Allah təala qismət eləsin. Özünüzə yaxşı baxın, sağlam qalın.